Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina ve nabiyyina ve habibi kulubina ve tabibi nufusina Abil Gasimi Mustafa Muhammed ve ala ehli beytihi tayyibin tahirin el ma'sumin. قال الله في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وعد الله الذين آمنوا منكم وعملوا الصالحات ليستخلفنهم في الأرض صدق الله العلي العظيم اللهم كل وليك الحجة بن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. Salam əziz və möhtərəm müsəlmanlar, Allah ibadət və dualarınızı, namazlarınızı qəbul eləsin inşallah. Proqramın bugünkü konusu, bugünkü mövzusu bir suala cavab olaraq olacaqdır. Mövzumuz budur ki, sualımız budur ki, İmam Zamanın zühuru yaxındırmı və İmam Zamanın zühurunun əlamətləri hansılardır? Bu mövzu və bu konuyu seçməkdə məqsədim budur ki, son zamanlarda İmam Zamanın zühuru ilə ilgili bəzi sualları ortaya çıxarırlar, bəzi şübhələr ortaya çıxarırlar ki, istədim bu sual və şübhələrə bir qədər də olsa inşallah cavab verək. Konuya keçmədən öncə istədim bir ayəni oxudum, onu sizə tərcümə edəm. Allah Nur surəsinin 55-ci ayəsində buyurur ki, İçərinizdən salih əməl edənlər və iman gətirənlər, yəni iman gətirib salih əməl edənlərə Allah vədə verib ki, yer üzərində onlar xəlifə olsunlar, yer üzərinə öndər olsunlar. Yəni bu Allahın vədəsidir. Yer üzərində iman gətirib salih əməl yerinə gətirənləri yer üzərində öndər və rəhbər etsin. Allahın bu sünnətidir, Allahın bu Quranda buyurduğu vədəsidir. Ayənin bir qisminin anlamını dedik. Bunu nəyə görə mən dedim? İmam Zamanla ilgilidir bu ayə. Yəni İmam Zamana da aiddir ayənin məali anlamı, təfsiri. Məsumlar buyururlar ki, bu ayənin bir mənası İmam Mehdinin gəlişi ilə ilgilidir. Yəni Allah vədə verib ki, iman edənlər və iman edəndən sonra salih iş yerinə gətirənləri yer üzərində xalifə və lider edəcəkdir, bütün yer üzərində. Və günümüzdə də İmam Mehdi əleyhissalamdan imanlı və salih əməl yerinə gətirən üstün bir şəxs, ikinci bir şəxs yoxdur. İmam Mehdi əleyhissalamın gəlişi ilə ilgili bütün dinlərdə, yəni dünyanın qurtarıcısı haqqında bütün dinlərdə xəbərlər var. Yəni rivayətlər var, mövcuddur. Əhl-i sünnə qardaşlarımızın kitabında da var ki, buyurur, Peyğəmbər buyurdu ki, yer üzünün bir gün fürsəti qalsa, yəni yer üzünün, yer kürəsinin ömrünün bir günü qalmış olsa belə, yəni qiyamətə bir gün qalmış olsa belə, Allah o günü o qədər uzadar, o günü o qədər bərəkət verər ki, nəslimdən olan və adı mənimlə eyni olan bir şəxs Allah göndərər və yer üzünü zülmlə dolduğu kimi ədalətlə doldurar. Yəni Əhl-i Sünnə qardaşlarımızın kitabında da İmam Mehdi əleyhissalamın gəlişi haqqında sahih hədislər var. Amma o ki qaldı bizim konumuza, bizim mövzumuza, İmam Zamanın zühuru yaxındırmı? İmam Zaman nə zaman kəndini elan edəcək ki, mən gəlmişəm artıq, Allah mənə izin verdi və mən öz imamətimi aləni şəkildə elan etdim və mən sizin içərinizdə aləni şəkildə özümü göstərib və imam olduğumu bildirəcəm. Bu nə zaman baş verəcək? Bu mövzuyu seçməkdə məqsədim bayaq dedim, bəzi şübhələr və bəzi suallar verirlər, ortaya çıxarırlar ki,
bir qisminə cavab vermək istəyirəm. Ümumiyyətlə, İmam Mehdinin dünyanın qurtarıcısının haqqında bayaq dedik, bütün dinlərdə xəbərlər var. Əhl-i Sünnə qardaşların kitablarında İmam Mehdinin gəlişi haqqında sahih hədislər var. Və biz Əhl-i Beyt davamçılarının kitablarında da İmam Mehdinin gəlişi haqqında, zuhuru haqqında sahih hadislər var. Əhl-i Sünnə qardaşlardan bizim farkımız bir dənə budur ki, biz deyirik İmam Mehdi sağdır, bizim içərimizdə yaşayır, amma kəndini elan etməyib. Əhl-i Sünnə deyir ki, yox, İmam Mehdi dünyaya gəlməyib, doğulmayıbdır, dünyaya gələndə kəndini elan edəcək. Amma İmam Mehdi aleyhissalamın gəlişi haqqında olan əlamətlər, nişanələr bizim, yəni Əhl-i Beyt davamçılarının hadis kitablarının həbsində ən əsas İmam Mehdinin gəlişi ilə ilgili 5 dəqiq əlamət və nişanə bəyan edilib. Yəni 5 dənə hadisə gərək baş verə ki, bu 5 hadisə baş versə İmam Mehdi aleyhissalam mütləq və mütləq kəndini elan edəcək, imam olduğunu bildirəcək. Bu bizim Əhl-i Beyt davamçıların kitablarında sahih və qat'i olan əlamətlərdir. Kafi kitabında Kuleyni İmam Sadiq aleyhissalamdan sahih bir hədisdə belə bir rivayət nəql edir. Buyurur ki, İmam Mehdi aleyhissalamın Əcəllallahu Teala Faracuhu Şərifin gəlişi və zuhuru ilə ilgili 5 əlamət mütləq və dəqiqdir. Əgər o 5 əlamət həbsi baş versə, İmam Mehdi mütləqa zuhur edəcək. Birinci buyurur İmam Sadiq aleyhissalam, səmadan bir nida gələr. Səmadan ilahi bir nida gələr. Və ravi buyurur ki, Ramazan ayının gecələrinin birində Cəbrail yer və göy arasında uca səslə bir nida verər, bir səs çıxarar. Və onun səsini dünyada yaşayan hər kəs kəndi dilində anlayar və başa düşər. Yəni Cəbrail bir səs çıxarar yer və göy arasında Allahın əmri ilə. Cəbrailin səsini dünyada yaşayan insanların hər biri kəndi dilində anlayar. Və o səsdə Cəbrail İmam Mehdi aleyhissalamın gəlişini elan edər. Yəni hər kəs Cəbrailin vasitəsilə İmam Mehdinin gəlməsini eşidər və duyar. Bu birinci əlamətdir. Yəni bu qat'i əlamətlərdən biridir. Deməli, əgər Ramazan ayında insanlar belə bir səs eşidərsə Cəbrail vasitəsilə, deməli İmam Mehdi aleyhissalamın zuhuru baş vermiş anlamına gələr. Ola bilsin insanın zehninə belə şübhə gələr ki, nasıl ola bilər Cəbrail səs çıxarsın, belə bir şey var mı? Bəli, təbii ki, Quranda da var, hədislərdə də var ki, Həzrəti İsrafil mələk öz surunu səsləndirər, qiyamətdə hər kəs o suru eşidər, o səsi eşidər və insanlar ölər və ikinci sur səsləndiriləndə insanlar dirilər. Yəni Cəbrailin Allahın izni ilə belə bir səs çıxarması təbiidir. Və ya Yunus Peyğəmbər, məsələn Yunus Peyğəmbər tarixdə var ki, ümmətinin əzab əlamətini səmada, göydə görmüşdü. Yəni səma və göy üzü qırmızı rəngə boyanmışdı. Qeyri-adi bir rəngə boyanmışdı və Yunus aleyhissalam anladı ki, Allah onun ümmətinə itaat etmədikləri üçün, isyan etdikləri üçün bir əzab göndərər. Yəni tarixdə Peyğəmbər vasitəsilə Allahın tərəfindən və ya Cəbrail mələk vasitəsilə Allahın tərəfindən bir çox bizə qeyri-adi görsənən işlər baş vermişdi. Allah istəsə, nasıl ki, əmr etdi atəşə İbrahimi yandırmasın, istəsə
Cəbrail mələyi də göndərər və digər mələklərə əmr edər ki, onlar qeyri-adi bir işlər yerinə gətirsinlər. Deməli, İmam Mehdi əleyhissalamın zühurunun əsas və ilk əlamətlərindən biri, qat'i əlamətlərindən biri səmadan ilahi nidanın gəlməsidir ki, hər kəs bunu eşidər ki, İmam Mehdi gəlibdir. Hər kəs bunu kəndi dilində anlayar. İkinci, İmam Mehdi Acəlallahu Teala Fərcəhu Şərifin zuhurunun qat'i əlaməti Sufyani adlı bir şəxsin qiyam etməsidir. Sufyani tarixdə onun əsl adı Osman ibn Ənbəsə və ya Abdullah deyə keçər. Əbu Süfyanın nəslindən olar bu şəxs. Bu şəxs müsəlmandır, amma yanlış yolda olan müsəlmandır. İmam Mehdi əleyhissalamın aleyhinə qiyam edər. İmam Mehdi ilə düşman olar. Və İmam Məhəmməd Baqir əleyhissalam buyurur ki, Sufyani İmam Mehdi əleyhissalamın aleyhinə qiyam edər və İmam Mehdi zuhur etdiyi ildə o qiyam edər. Aynı zamanda, yəni İmam Mehdi əleyhissalam zuhur edən zaman bu da qiyam edər. Yəni aynı zamanda baş verər bunların qiyamı. İmam Mehdinin zuhurundan, deməli, Sufyaninin qiyamı eyni zamanda baş verər. Və hədislərdə var ki, İmam Mehdi əleyhissalam öz zuhurunu elan edəndən sonra Sufyani ayağa durar, qiyam edər, İmam Mehdi əleyhissalamın aleyhinə çıxar və nəticədə Sufyani qatl edilər. Deməli, ikinci əlaməti İmam Mehdinin zuhurunun qat'i və dəqiq əlamətlərindən ikincisi Sufyaninin qiyamıdır. Üçüncü, Yamani adlı bir şəxsin qiyam etməsidir. Yamani, Yəmən ölkəsindən, Yəmən məntəqəsindən bir gənc, mütədəyyin, dindar bir şəxsin ismidir. Bir gəncdir, imanlıdır, insanları haqq yola davət edər. Yəni, Sufyaninin əksinə olaraq bu şəxs mütədəyyin, imanlı, insanları haqq yola davət edər. Və bu baxımdan biz gərək hər kəsi diqqət etmək lazımdır. Hər bir kəsi zamanımızda, hər bir olayda, hər bir şəxsi Sufyani olduğunu düşünməyək və ya hər bir şəxsin Yamani olduğunu düşünməyək. Bu bizi yanlışlığa tərəf aparar. Deməli, ikinci Sufyaninin qiyam etməsi, üçüncü əlaməti, qat'i əlaməti Yamani adlı bir şəxsin deməli, qiyam etməsidir, insanları haqqa davət etməsidir. Dördüncü əlamət ki, qat'i əlamətlərdəndir, İmam Mehdi əleyhissalamın gəlişinin, zuhurunun qat'i əlamətlərindən biridir. Bəyda məntəqəsində yerin yerə çökməsi, yerin batması, yer sanki olduğu yerdə, sanki zəlzələ baş verər, sanki deprem baş verər, yer durduğu yerdə batar. Bu olay Məkkə və Mədinə arasında, bayaq dedik, Bəyda adlı bir məntəqədə baş verər. Bəyda adlı məntəqədir, Məkkə və Mədinə şəhərinin arasında, ortasında olan bir yerdir. Və bu olay da Sufyani ilə ilgilidir. Bayaq dedik də Sufyani İmam Mehdi əleyhissalamın zuhurunun ikinci əlaməti, Sufyaninin gəlişi. İmam Mehdi ilə düşmən olar, İmam Mehdinin aleyhinə çıxar. Və hədisdə var ki, tarixdə qeyd olunur, rivayətlərdə var ki, Bəyda məntəqəsində, Məkkə və Mədinənin arasında Sufyani və onun qoşunu, onun askərləri bərabər həmin məntəqədə, həmin yerdə yer yatar və hər kəs, Sufyaninin ətrafında olan hər kəs və kəndisi də o yerə, yerin içinə batarlar və məhv olarlar. Bu oldu İmam Mehdi əleyhissalamın zuhurunun dördüncü qat'i əlaməti. Və beşinci qat'i əlamət ki, bütün əhli Şiə aləmində, Şiə kitablarında bu əlamətlərin hər biri qeyd olunub. Beşincisi budur ki, Nəfs-i Zəkiyyə adlı bir şəxsin qatl edilməsi. Nəfs-i Zəkiyyə hədislərdə var ki, İmam Hüseyin əleyhissalamın nəslindən olan bir mütədəyyin, imanlı, mömin bir gəncdir. İmam Hüseyin nəslindəndir. Məscid-ül Haramda
qatl edilər günahsız yerə. Yəni bu olay da Nəfs-i Zəkiyyənin məzlumcasına qatl edilməsi, günahsızcasına qatl edilməsi İmam Mehdi əleyhissalamın zuhurunun qat'i əlamətlərindən biridir. Hədislərdə var ki, Nəfs-i Zəkiyyənin qatlindən 15 gün sonra İmam Mehdi əleyhissalam zuhur edər. Yəni biz indi nereden bilə bilərik Nəfs-i Zəkiyyə kimdir? Zaten hadisdə var. 15 gün sonra İmam Mehdi, onun qətlindən 15 gün sonra İmam Mehdi zuhur edər. Bu baxımdan da bizim iznimiz yoxdur. Hər bir olayı, hər bir şəxsi İmam Mehdinin zuhur əlaməti olaraq açıqlayaq, inanaq. Hər bir şəxsi Sufyani olaraq və ya Nəfs-i Zəkiyyə ya Yamani olaraq hər şəxsi adlandıraq. Bizim buna iznimiz yoxdur. Zaten əsas nədəni də bunun ki, biz nədən iznimiz yoxdur bunları deyək? Çünki bu əlamətlərin 5-i də, hər biri də zaten İmam Mehdi əleyhissalamın gəlişi ilə aynı zamanda baş verəcək. Bizim boynumuzda olan vazifəmiz budur ki, İmam Mehdi əleyhissalamın zuhuru üçün boynumuzda olan vazifələri yerinə gətirək, kəndimizi, özümüzü İmam Mehdi bəyəndiyi kimi, Allah sevdiyi kimi özümüzü tərbiyə edək, İmam Mehdinin zuhuru üçün dua edək, onun gəlişini bəkləyək və kəndimizi də İmam Mehdiyə layiq olaraq inşallah tərbiyə etmiş olaq. Allah hər birimizə yar və yardımcı olsun. İnşallah İmam Mehdinin həqiqi bəkləyənlərindən, həqiqi davamçılardan olaq inşallah. Vəssalamu aleykum və rahmetullahi və barakatuhu.